Salam, Gəncə adlı sərnamə Gəncə məhəllələrinə açılan pəncərənin növbəti mənzərəsinə Əttarlar məhəlləsindən baxacaq. İstər əttarların məhəllə kimi öz mövqeyini qoruyub saxladığı vaxtlarda bu məhəllənin dünəndən şahidlik edən yaşlı sakinlər olsun. İstərsə də digər Gəncə sakinləri bu məhəlləni Gəncənin ticarət məhəlləsi adlandırırlar. Həqiqətən də əttarlar Gəncə məhəllələri içərisində tutduğu öz ticari mövqeyinə görə daim diqqət çəkir. Əttarlar məhəlləsi Quzeydən İmamlı, Mürsəl Ocağı qəbirstanlığı, Günçxandan Gəncə çayın sol sahili boyu uzanan köhnə Aleksandr bulvarı, güneydən Zərrabi, Günbatandan Qəssaflar məhəllələri və Şah Abbas meydanı ilə haşiyələnib. O indiki Əttarlar küçəsi, Həsən Əliyev küçəsinin Şah İsmayıl Xətai prospektindən şərqə tərəf olan hissəsini, Mirəli Qaşqay, Həsənəli qardaşları, Şah İsmayıl Xətai prospekti və Cavad xan küçələrinin müvafiq hissələrini əhatə edirdi. Əttarlar küçəsi cənub tərəfdən bu bağlanır Zərrabı küçəsinə. Bir tərəfdən Zərrabı küçəsidir. Sonra bu gəldi sağ tərəfdən bunlar demək şərqdən Gəncə çayının sol sahili ilə sərhədlər. Sağ tərəfdən isə bunlar Şah Abbas meydanına tərəf gəlirlər bir tərəfdən. Bir tərəfdən də gəlirlər, bunlar çıxırlar 4 yola qədər. Körpü var teatrın yanında. Teatrdan aşağı bu tərəf əttarlar olubdur. Başı da bağlanıb, indiki bazar var. Bazarın ayağında bağlanırdı bu. Ondan sonra gəlirdi İmamlı və s. başqa zadlar, ərazilər. Əttarlar ən qədimdən buralarda koridor bağlanır. Əttarlar əsas o tərəfi, yolun əttarların o üzü çaya tərəf sonra salınmadı. Həmən o əttarların özlərinin buraları bağ olur. Sonra pastifeni öy salıblar, yer salıblar, yurt salıblar, evlər qurulur. Amma onların hamısının özlərinin ticarət yerləri, bağları, dolanışıq yerləri olur. Maraqlıdır ki, bəziləri səhvən bu məhəllənin adını ət satanların adı ilə əlaqələndirirlər. Tarix isə göstərir ki, Gəncədə ət satanların adı ilə bağlı olan məhəllə mövcud olub, Qəssaflar məhəlləsi. Bu məhəllə isə əttar sözündən götürülüb. Əttar Gəncədə ətriyyat, yeyinti malları, baqqaliyyə malları satan tacirlərə deyirdilər və tacirlərin də evləri məhz Əttarlar məhəlləsində yerləşirdi. Əttarlıq və ya əttar qədim dövrlərdən bugünə gəlib çatan nadir və zərif sənət növlərindən biri. Əttar sözü ərəb kəlməsi olub, çeşidli otlardan, bitkilərdən, ağaclardan, çiçəklərdən istifadə etməklə müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan təbii müalicəvi maddələr, dərman nüsxələri hazırlayan peşəkar insanlara aid edilib. Əttarlar ümumiyyətlə küçəsi, ona xalq arasında çayqıraqlar da deyilir, çayqırağı da deyilir. O çayqırağı deyilməyinin səbəbi də budur ki, gülab çəkəndə hər hansı bir bitkinin demək mətini alanda orada soyuq su lazımdır. O da təbii ki, çaylaqda axar su var, ona görə o küçədə çəkərdilər, gülab çəkərdilər, şatarı arağı çəkərdilər, ondan sonra başqa bitkilərdən ki çəkərdilər. Orada imkan var idi, şərait var idi, ona görə də o küçədə əsasən o işlə məşğul olardı. Bir də o küçədə əczaçılıq geniş yayılmışdı. Gülafı mən çəkmişəm, gülaf çəkmişəm, şatərə çəkmişəm, nanarağı çəkmişəm. Qəşəng belə sırfalar salmışam, gəldi qızı başıma yığmışam, yiyəyi, içəyi oynamaq olub. Nələr görmüşəm, ay bala mən, indi 101 yaşında olmağıma baxma. Bu ət satanlardır, burada ət satanlar olmuyordu. Çay qırağı o tərəfdir, bazara tərəfdə, o köhnə bazar burada döyüldü. Bura əttarlar deyəndə, yəni ətriyyat satanlardır. O vaxtı ətriyyatı bu küçədə satırdılar. Ona görə əttarlar deyirlər. Ət satanlar yox. Burada ümumiyyətlə qəssab çox az olubdur. Sonralar bu ətriyyat satanlara deyirlər. Bu peşənin özü isə min illər boyu əttarlıq sənəti adlandırılıb. Əttarlara müasir anlamda farmakoloq, əczaçı da demək olar. Lakin əttarların gördüyü iş bununla bitməyib.
Onlar eyni zamanda incə rayihəli, gözəl ətirli, zərif qoxulu, ətirli maddələr, mayələr, ətriyyatlar, sular, yağlar, məlzəmələr hazırlayıblar. Bu ətriyyatlardan əsasən kosmetik məqsədlə parfümeriya kimi də istifadə olunub. Bu mənada əttarlar həm də mahir kosmetoloqlar olublar. Əsas bu küçə tanınıbdır əttarlıqla. Yəni bunlar dərman qayırırlar, mərəzi olanlara, xəstələrə dərman qayırardılar. Ondan sonra bayaq dediyim kimi gülaf çəkərdilər, nanə arağı deyirik biz. Nanə arağıdır, qarın ağrısınadır, gülaf da ürəyə xeyir olan şeylərdir. Ondan sonra şatər arağıdır, bövrəyədir. Bunlar bilirdilər də nədir? Çünki onun çəkilməsi üçün orada şərait var. Axar soyuq su lazımdır. Onun texnologiyası belədir ki, hündür yerdə qoyulur mis qazan, içinə basılır onun gülümü, ya nanəmi, ağzına qoyulur mey. Meyin də 2 dənə dimdiyi olur. Orada keçirirdilər qarğını, qarğının ortası boş olurdu. Onu da keçirirdilər ucunu güyümün içinə. Güyüm də olurdu boğazına kimi suyun içində, soyuq suyun içində. Soyuq su axır, su axır. Təbii ki, isinmir. Onu qaynadırdılar qazanın altından. Buradan buğ gəlirdi, soyuq şeyə düşəndə güyümə. Suya çökür, damcı-damcı tökülürdü. Bunun prinsipi budur. Hə. Cəmaət əsasən qadınlar bu işlə məşğul, bu qadın işidir. Kişilər də ki, bildiyiniz kimi, yenə dediyim kimi, qəssəflik eləyiblər, dabbaqlıq eləyiblər, keçəkçilik eləyiblər, papaqçılıq eləyiblər. Gəncənin cəmaət hamısı belə idi, hər yerdə belə idi. Əsas orada bağlar mövcud, kiçik olub da sahələr, böyük sahələr olmuyordu bağatlıqla məşğul olmağa. Qədim zamanlarda əttarlar insan orqanizmi üçün 4 ünsürün xüsusilə böyük əhəmiyyət kəsb etdiyini bildirirdilər. Səfra, yəni öd, sövda, yəni qara öd, bəlğəm, selik və qan. Bu mənada əttarlar loğmanlara da daha yaxın olublar. Azərbaycanda və Gəncədə isə əttarların kök salmaqları 100 illərə söykənir. Ölkəmizdə əttarlıq sənəti lap qədim zamanlardan inkişaf edərək bu günümüzə kimi gəlib çatıb. Bir çox tarixi mənbələrdə əttarlıq sənətinin Gəncədə, Şamaxıda, Naxçıvanda, Qarabağda və digər bölgələrdə inkişaf etməsi barədə maraqlı faktlara rast gəlinir. Ərəb tarixçisi Təbərinin yazdığına görə hələ 9-10-cu əsrlərdə Azərbaycanda məşhur loğman və həkimlər, o cümlədən öz peşəsinin ustası olan peşəkar əttarlar yetişib. Onların hazırladıkları müxtəlif məcunlar, dərman nüsxələri, məlzəmələr və ətirli maddələr bütün şərq ölkələrində məşhur olub. Hətta belə bir şair də var İranda, 13-cü əsrdə yaşayıbdı. Şeyx Fərvərdin Əttar. Şeyx Fərvərdin Əttar. Onun da elə vəzifəsi ətriyyat satmaq, əcza satmaq. Əcza yəni ki, dərman satmaq. Hə, xəstələrə dərman satmaq. Bax, belə dərman istehsal edirdilər o vaxtı. Yəni deyirəm, o vaxtı müxtəlif bitkilərin mətini alırdılar. Məsələn, gülaf çəkirdilər, şatər arağı çəkirdilər, nanə arağı çəkirdilər o küçədə. Bax, belə işlərlə məşğul olurdular. Əsasən belə işlərlə məşğul olan qadınlar olur. Kişilər isə təbii ki, dabbaqlıqdır, haravatçılıq idi. O vaxtı Gəncədə feodal bir şəhər idi də Gəncə. İndi kapitalizm inkişaf etməmişik Gəncədə. O vaxtı cəmaət o vaxtı öz zəhməti ilə dolanırdı, hər bir işlə məşğul oldu. Bazarda baqqallıq eləyən kimi idi, nə bilim, biri görürdün ki, meyvəçiliklə əsas Gəncəni təmin edən, tərəvəzlə təmin edən bağman cəmaat olubdu. O yanın cəmaatı isə başqa şeylərlə məşğul oldular. Harva topu qayırardılar, dəmirçilik eləyərdilər. Bu küçə bir tərəfdən də boyaqçılarla da həmsərhəddir. Boyaqçıların küçəsinin adı bugünkü gün yanılmıramsa Şeyx Bəhaəddin adlanır, yanılmıramsa o küçənin adı. O Daşqolli dediyi, ha, bax həmən küçə. Onun demək girəcəyi adlanır şərbaflar, orada kalağay toxuyardılar, parça toxuyardılar. Çox qədim işdir bu iş. Çox qədim zamanlardan bu ətlərlər burada məşhur olublar. O adamların hamısı xaricdən, İrandan, Türkiyədən, Suriyadan yaxşı belə ətriyyatlar gətirirlərmiş. O tayfalar yalnız o işə baxırmış. O vaxtdan da onların adı əttarlar qalıb, ətriyyat işinə baxdıqlarına görə. Qədim zamanlarda Gəncədə
hər ailə, hər nəsil, hər tayfa özü işlərini görürlərmiş. O tayfalardan biri də bu ətdarlar tərəfdə ətriyyat işinə baxanlar olub. Onlar xaricdən gətirib burada, necə ki bizdə realizavat eləyirlər, paylayırlarmış bütün şəhərlərə ya başqa şəhərlərə. Bu İpək yolunun vaxtından da əvvəl bu ticarət olubdur. Əsl elə Gəncənin bütün həyatı, yaşayışı ticarətlə olur. Onlar da hər tərəfli ticarətlə məşğul olublar. Onunla dolanıb, onunla yaşayıblar. Vaxtilə Azərbaycanı qarış-qarış gəzən məşhur fransız yazıçısı Aleksandr Dumanın Qafqaz səyahət əsərində də millətdarlarımızın sənətinə yüksək qiymət verilib. Bu ölkədə hazırlanan müxtəlif çeşidli macunların, dərman nüsxələrinin və kosmetik vasitə kimi işlədilən son dərəcə füsunkar ətirli, təkrarsız raihəyə malik parfümeriya nümunələrinin qərb bazarlarında geniş şəkildə yayıldığı bildirilir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra ətdarlıq sənəti sahəsində mühüm bir çəliş nəzərə çarpıb. Bugün Bakıda, eləcə də Gəncəmizin özündə xeyli sayda yaşıl aptek, əczaxana fəaliyyət göstərir. Həmin əczaxanalarda yaşıl bitkilərdən hazırlanan həblər, dərmanlar satılır. Və bu cür əczaxanalardır ki, bugün ətdarlıq sənətinin formalaşmasında öz mühüm rolu ilə seçilir. Hələ 20-ci yüzilliyin əvvəllərində Ətdarlar məhəlləsində, Şeytan Bazar yaxınlığında zəfəran, sarı kök, istiyot, darçın, sumaq, zəncəfil, zirə, mixək, hil, xaşxaş, lumu cövhəri və digər ədviyyat malları satılan ticarət cərgələri qalıb. Məhəllənin ətdarları isə bu ədviyyatları əsasən İran, Türkiyə və digər qonşu ölkələrdən Gəncəyə gətiriblər. Ətriyyatı İrandan gətirirlər, Türkiyədən, əksəriyyəti İrandan. O vaxt yol açıq idi deyil, İrandan mal gətirirdilər. 39-cu ildə bu hadisələr olandan sonra kimin Sovet pasportu var idi, onlar qaldı. Kimin xarici pasportu var idi, yəni gəlib oradan mallar gətirənlər, onlar hamısını köçürdülər İrana. İrana getdilər. 46-da, 47-də bir hissəsi qayıtdılar, gəldilər. Burada evləri var yaxında, onların evləri var idi, aşağıda evləri var idi. Yəni deyirəm ki, bunlar bu işlə məşğul idilər. Bilirsiniz, ticarət deyəndə belədir də, Ətdarlar küçəsi həm də bazara yaxın idi. Bazara yaxın idi. Bazar da o vaxtı meydan ki vardı. Orada Şeytan Bazarı da deyirdilər. Bu Tiflisdəki olanın adını burada tətbiq edirlər, Şeytan Bazarı. Onun bir tərəfində də bazar idi. Bazarın içindən də arx axırdı bir dənə. Gəncənin ticarət məhəlləsi adlandırmaq olar, hal-hazırda da var. Düz ətdarların başından ayağına kimi ticarət köşküləridir. Hərə öz evinin böyründə, qapısında, qonşuluğunda bütün belə cərgə ilə Keçəllər Balnisasının tərəfi, ondan sonra Namazallardan tutmuş indiki Nizami küçəsi, hamısı ətdarların teritoriyasıdır, yalnız ticarətdir. Burada gedən ticarət şəhərin heç arasında getmir. Başından ayağına, ayağından başına kimi ticarət içindədirlər. Çünki bu Gəncə əhalisinin əksəriyyəti ticarətlə dolanıb, ticarətlə inkişaf edib, ticarətlə məşğul olub. Yalnız elə xaricilərə qarşı, Gəncəyə qarşı üsyana keçiriləndən zaman hamı ticarətini qutarıb, gedib yalnız şəhərin müdafiəsinə qalıblar. Başqa vaxtı, dinç vaxtı yalnız ticarətlə məşğul olur. Məhəllənin yaşlı sakinləri bugün də öz ətdarlıq peşələri ilə nəinki Gəncədə, bütün Azərbaycanda məşhur olan ətdarları xatırlayırlar. Məhəllənin bir tərəfini təşkil edən keçəçilər və ətdarlardan söz düşəndə onları nostalji hisslərlə yad edirlər. Bu ətdarlarda olub Məşəd Hilal, Məşəd Mədəli, Məşəd Suf, Məşəd Söynalı,
Ondan sonra Arbat xaylağı da. Ondan sonrasından Kəlbə Zəhrə, Kəlbəğa bəy, Məşə Süreyya. Məşə Süreyya, Məşə Həlmə, ondan sonra Seyid bəy, Seyid Süqürə, ondan sonra Məşə Züleyxa, belə Kəlbə xanım, Məşə Səhnə. Sənətkarlar olub, keçəçilər olub. Həmən bu ətdarlar küçəsinin bir tayfası da ətdarlar olub. O ətdarlar da ki, nəsil böyük bir nəsildir. Keçəçiliklə məşğul olublar. Onların da Karivnoy adı keçəçilər olub. O keçəçilərin böyük nəsili olub. Məşə Yunis, Məşə Su, Məşə Hilal. Ondan sonra çoxları olubdur ki, o nəsil indi də var, onların törəmələri indi də davam eləyir, böyük nəsildirlər. Əttarlar məhəlləsində 1804-cü ilin mayında 67-si kişi, 84-ü qadın olan 40 evdən ibarət 150 nəfər sakin qeydiyyata alınıb. 1916-cı ildə isə bu ailələrin sayı 846-ya çatıb. Əttarlar icmasının yüzbaşısı Aslan Nəboğlu, ağsaqqalları isə Məşədi Söyün qulu Məşədi Qasımoğlu, Məmməd Bağır Kəlbalayı Məmmədoğlu, Hacı Məmməd Söyün Məşədi Allahyaroğlu olublar. Məhəllə isə tək əttarları ilə məşhur olmayıb. İctimai-siyasi xadim, həkim, müəllim, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü Həsən bəy Ağayevin bu məhəllədə dünyaya gəlməsi, torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində alim, ictimai-siyasi xadim, kənd təsərrüfatı elmləri doktoru, professor Həsən Əlirzoğlu Əliyevin bir müddət sözügedən məhəllədə yaşaması onu göstərir ki, əttarları ziyalılar məhəlləsi də adlandırmaq olar. Yaşlı məhəllə və Gəncə sakinləri bugün də əttarlar məhəlləsindən söz düşəndə Gəncənin salib seçilən insanlarını qürurla xatırlayır. Onlar haqqında ağız dolusu danışmaqdan çəkinmirlər. O küçədə yaşayıbdı tanınmış Gəncənin kişilərindən Tağyev İsmail bəy. İsmail bəy Tağyev. O, bugünkü gün Vaqif küçəsində yaşayıbdı. O tanınmış Gəncənin adlı sanlı mülkədarlarından biri olubdu. Onun oğlu Süleyman Tağzadə Azərbaycan Dövlət Dram Teatrının Bakıda aktyoru olub. Gəlməm o Cəfər Cabbarlının 1905-ci əsərində yaxşı rolunu ifa edibdi. Orada bir moment var ki, tar çalmaq lazımdır. Bunun da tar olmuş, kasıb bir oğlan olub, artist olub. Cəfər Cabbarlı ona bir dənə tar alıb bağışlayıbdı. Bax, o tar bağışlayıbdı. Ondan sonra küçənin aşağısına keçəndə bugünkü gün biz Dəri Zöhrəvi xəstəxanası ki var, ona Keçərlər Balisası deyirlər. 1914-cü ildə tikilib, onun yuxarısında kətibəsi var. Biz ona kitabə deyirik. Kətibəsi var. Orada Hacı Həmzədir, Hüseynov. Hacı Həmzə Hüseynovun mülküdür. Onun oğlu Fridun Hüseynov. Allah ona rəhmət eləsin. 1918-ci ildə o binada yaşayıbdı. O küçənin böyüklüyü, ziyalıları, ondan sonra necə deyim sizə, hamımız üçün onlar əzizdirlər, hörmətlidirlər. Bugünkü gün orada yaşayan ağsaqqallarımız var, o küçədə yaşayan pedaqoqlar var. Onlardan biri, bunu mütləq qeyd eləməliyəm mən, İskəndər müəllim idi. Xəlilov İskəndər, ədəbiyyat müəllimi idi. Gəncənin ən tanınmış böyük bir nəslinin oğluydu. Bu pedaqoq idi, ədəbiyyatdan dərs verdi bizə. Allah ona rəhmət eləsin. Onu kimi və başqaları. O küçədə məsələ vardı, Çütel Məmməd. İnqilabdan əvvəl Rus dili müəllimi olubdu, Çütel Məmməd. Onun bir oğlu olubdu, Zülfüqar müəllim. Elmlər namizədi, fizika, riyaziyyat elmlər namizədi idi. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun dosenti idi, Zülfüqar müəllim. Atası Çütel Məmməd Gəncənin cəmaatının ziyalanmasında, maariflənməsində çox böyük xidməti olmuş bir şəxslərdir. Allah bunlara rəhmət eləsin.
Məhəllədən keçən karxana arxı Məşədi Həsən Dadanovun tütün manufakturasının ehtiyacları üçün də sərf olunurdu. Məhəllənin ərazisinə düşən bağların bir hissəsi də məhz bu arx tərəfindən suvarılıb. Bura 3 nömrəli balnisədən də o tərəfə, Göygöl rayonu tərəfə arx olub, böyük arx olub. O arx oradan gəlib, düz qayının içindən keçib, indiki xaraba yerləri cərgə ilə, qayının qavağınla belə bağlar olublar. Üzüm bağları, meyvə bağları olubdur. O bağları, o sahələri sulamaqdan ötəri, o su düz Göygöl rayonunun bəri hissəsindən başlayıb, düz xaraba yerinə kimi gedib, o çayla o bağları, sahələri suluyublar. Böyük çay olub. Sonra o çayı saldılar betonun içinə. Sonra da qayızad qavağını kəsəndən sonra, o tərəfdə evlər tikiləndən sonra o arx istifadəsiz qaldı. O arxın da böyründən, yerin altından kəhriz gedirdi. O kəhriz də həmən arxla birləşirdi. Nizami küçə, bazarın ayağında Nizami küçəsinin kəsişdiyi yerdən. Arxla quyu birləşirdi, oradan çayla gedirdi o suvarılan yerlərə. Əttarlar küçəsinin özünün kəhrizi olubdur. O kəhriz bu yaxınlara kim durur, mənim yadıma gəlir. Onun izləri yenə də durur, küçədə bu dəqiqədə durur, quyuları durur, üstündən intihasız çox təəssüf ki, qapayıblar. Gənə onu mümkün işlətmək. Özü çox iri kəhriz idi, qəşəng də suyu vardı, yadıma gəlir. Onun qırağında qadınlar yadıma gəlir, gətirərdilər, gəvə yuvardılar, mis döyrəklə onu sıyırardılar, çırpardılar. Çox qəşəng bir zamanlar idi vaxtlar. Gəncə məhəllələrinə xas olan Məscid Amilindən Əttarlar məhəlləsi də yan keçməyib. Məhəllənin özünün günbəzsiz məscidi olubdur ki, bu da məhəllə cəmaatının vəsaiti hesabına tikirilib və hazırki Gəncə şəhər prokurorluğunun binasının yerində olub. Hazırda isə məhəllə sakinləri öz dini ayinlərini yerinə yetirmək üçün ərazinin yaxınlığına görə Şah Abbas və Hacı Mürsəl Ocağı türbəsindən istifadə edirlər. O zamanlar hazır ki mərkəzi kolxoz bazarı ərazisinin bir hissəsində məhəllə qəbirstanlığı yerləşirdi. 1948-ci ildə bazarların köçürülməsi və 1954-cü ildə hazırki kolxoz bazarının inşası qəbirstanlığın da köçürülməsi ilə nəticələnir. Məzarların çoxu sahibləri tərəfindən Səbiskar qəbirstanlığına köçürülür. Yerli məhəllə sakinləri çox vaxt bu qəbirstanlığı Hacı Mürsəl Ocağı qəbirstanlığı da adlandırırlar. Buna əsas verən amil isə dövrünün sınaqlı seyidlərindən olan Hacı Mürsəl Ağanın türbəsinin məhz qəbirstanlıq ərazisində yerləşməsi ilə bağlıdır. Köhnə qəbirstanlıqdan qalan yeganə qəbir abidəsi də Hacı Mürsəl Ağanın dəfn edildiyi abidə hesab edilir. Şəklin içində, şəklin dalında dokumentləri hazırlayanda mən orada gördüm. Mənim babamın atası Lal Seyid olur. O şəklin dalında oxudum ki, bu 18-ci ildə. Hə, amma sonrasını bilmirəm, onu yalan deyənlərə. O küçədə cəmaatı əsasən 3 yerə gedərdilər ibadətə. Gəncə cəmaatı çox dindar olubdur. Əttarlar küçəsinin cəmaatı o zaman gedərdilər Şah Abbas meçidinə gedərdilər. Ondan sonra gedərlər Hacı Saidli meçidi vardı. Hacı Saidli meçidi bugünkü gün Maarif Nazirinin mühasibatı yerləşən binanın yerində Hacı Saidli böyük bir Gəncədə nəsildir. Onların orada məscidi olubdur. Ora gedərdilər. Ondan sonra Mirəli Qaşqa küçəsində
Çox təəssüf, Allah rəhmət eləsin. Fəruq Əhmədovun mən gördüyü işi həmişə tərifləyirəm. O Gəncənin tarix yaddaşı adına bir dənə kitab yazdı. Allah ona rəhmət eləsin. Amma orada bir balaca qarışıqlıq var. O qarışıqlıq da ondan ibarətdir ki, yazır ki, Əttarlılar məscidi. O məscid Əttarlar məscididir. O məscid Hacı Hüseyn məscididir. Hacı Hüseyn məscidi üstü yastı birdən olubdu, kümbəzli olmayıbdı. Onu Oraxunlu Hacı Hüseyn idi. Hacı Hüseynin qız nəvəsinin oğlu bugünkü gün orada yaşayır. Adı da Abbas Hacıyevdir. Abbas Hacıyev mühəndisdir. Hətta onun zirzəmisində mən o ətrafda, məscidin ətrafında basırılmış adamların qəbir daşları, sinə daşları, baş daşlarının yazısı bugünkü gündə orada mən var, görmüşəm, oxumuşam. Şəxsən məni aparıblar, onu mən oxumuşam. Ərəb əlifbasına yazıb. Bunlar hamısı orada var. 20-ci yüzilliyin əvvəllərində Gəncədə açılan İran Şərafətxanası Əttarlar məscidi ilə üzbəüz binada yerləşirdi. 1913-cü ildə Rus-Türk məktəbinin binasında İran vitse-konsulu Müsadiq Divanın xahişi ilə İran Şərəfxanası açılıb. Sonralar Gəncə valisi olan Xudadad bəy Rəfibəyov, daha sonra isə görkəmli ictimai xadim Həsən bəy Ağayev İran Şərəfxanasının həkimləri olublar. Şəhristandakı ikinci əczaxana isə Şah Abbas meydanının Günbatan səmtində Mikail bəy Rəfbəyovun işlədiyi həftlik olub. Ümumiyyətlə, Əttarlar məhəlləsinin Yəhudi əhalisi yığcam halda öz küçələrində, Cuhudlar döngəsində, yəni indiki Həsənəli qardaşları küçəsində yaşayırdılar. Həsənli qardaşları küçəsi ki var, el arasında olan Cuhudlar küçəsi deyirlər. O küçədə 5 nəfər Yahudi ailəsi yaşayırdı. Onların əksəriyyəti tiş həkimi, terapevt idi. Onlardan birinin evi, hətta bugünkü gün sizə dəqiq deyim yerini, Qaz İstismar İdarəsi Yahudilərin evləridir. Yahudilərin həkimlər, bir həkimin evidir ora. Yaxşı olardı ki, Həsənli qardaşları ki var, o 3 qardaş müharibəyə gedib, gəlməyiblər. Onların haqqında az da olsa bir məlumat, adları, anadan olduğu tarix yazılaydı, tufara vurulaydı. Çox təəssüf ki, bu yoxdur bugünkü gün. Ancaq onu biz qardaşların adını bilmirik, elə bilirik ki, Həsənli qardaşlarıdır. Cuhudların sakinlərinin böyük əksəriyyəti məscidlərdən ibarət idi. Ona görə də çox vaxt Cuhudlar döngəsinə həm də məscidlər küçəsi deyirdilər. Məscidləri xammalla, aşılanan göm materialları ilə qonşuluqdakı dabbaqlar, yəni dabbaqlar küçəsi təmin edirdi. Davaqlar, bu loru dildə davaqdır, amma dabbaqdır. Dabbaq nədir? Dananın, inəyin, camışın dərisini o vaxtı əhənglə aşılayırdılar. Əhəkdə saxlayırdı bir 10-15 gün, bu tükünü tökürdü. Əhəkdə yeyicilik xüsusiyyəti var. Tökürdü, sonra bunu qoyurdular, zağa qoyurdular, ayaqlayırdılar, eləyirdilər. Bunu aşılayırdılar, bundan yumuşaq material alırdılar. Bundan da o vaxtı əsasən cəmaatın giydiyi nə idi? Çarıq idi. Qara cəmaat çarıq giyinirdi. O vaxtı çəhmə, başmaq giyinən din xadimləri giyinərdi. Çəhməni də giyinərdi biraz pullu, biraz adamlar. Ayaqqabı ki, artıq ki bu. Bunu da giyinərdi ziyalılar, idarəçiləri giyinərdi. Hər bir silkin özünün giyim forması var idi. Bax, orada papaqçılar da olubdu, müxtəlif sahə adamları olubdu. Əttarlar məhəlləsi Gəncə məhəllələri içərisində tutduğu öz məxsusi ticari mövqeyinə görə daim diqqət çəkib. O zamanlar bu məhəllənin ərazisində yerləşən Yelizaveta, yəni indiki Cavadxan küçəsi 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərində Gəncənin ictimai həyatında tutduğu mövqeyinə görə yalnız Şah Abbas meydanından geri qalıb.
19-cu əsrin ikinci yarısından etibarən Gəncədə yeni tipli küçələrin salınmasına zərurət artır. Qala divarları uçurulur, qala bürcləri tədricən sökülür. Elə həmin illərdə şəhər məhəllələrinin qapalı quruluşuna son qoyan, müxtəlif məhəllələri birləşdirən, kəsib keçən küçələr salınır. Bu küçələrdə tikilən evlər əlbəttə qırmızı, dördkünc kərpicdən və Gəncə üçün ənənəvi olan hörgü üsulu ilə tikilir. Yaşayış evləri və inzibati binalar Avropa üslubunda inşa edilməyə başlayır. Bir çox evlərdə hətta birbaşa küçəyə açılan baş qapılar qoyulur. Lakin bununla yanaşı eyvanlar, qapalı dalanlar, şərq və qərb memarlığının üzvü şəkildə birləşdiyindən xəbər verir. Qeyd etdiyimiz kimi, şəhərdəki küçələrdən özünə məxsusluğu, öz əzəmətliliyi ilə fərqlənən bu küçə 19-cu əsrin ortalarından etibarən formalaşmağa başlayıb. O vaxtki Yelizaveta, indiki Cavadxan küçəsi, demək olar ki, Avropa və Rusiyanın ticari küçələrinə bənzədilərək bu cür salınıb. Oranın özünə məxsusluğu əsas ondan ibarətdir ki, Bakıda Targovli küçəsi var idi, Targovi küçə deyərlər. Gəncədə də əsasən o küçə idi. Bu küçədə cəmaət, bütün demək ticarət obyektləri, böyük ticarət obyektləri o küçədə yerləşirdi. O küçənin ayaq tərəfində düzdür, ora o küçəyə birbaşa aid deyil, ətdarlara. Mirzə Məhəmməd Axundov, Allah ona rəhmət eləsin, onun nəvəsi, qız nəvəsi Rasim İsrafiloğlu kino rejissordur. Bax, o küçəyə yaxın bir ərazidə oldu. Nizaminin heykəli ki var, Şeyx Nizaminin heykəli, onun arxasındaydı onun evi. O vaxtı Kəpəz mehmanxanası tikiləndə onun evləri zadı, onlar hamısı uçuruldu. Bax, orada yerləşirdi. O küçədə ticarət bəyəkləri dediyim kimi obyektləri çox idi. Cəmaatın gəzmə yeri idi həm də. Üzr istəyirəm, o küçədə, küçənin paralel bir tərəfi də çıxır Şah İsmail Xətai küçəsinə. Şah İsmail Xətai küçəsində Kənd Təsərrüfatı Aqrar İnstitutunun baytarlıq korpusu yerləşir. Onun böyründə Hacı Rasim Hacı Əhmədoğlunun evi yerləşir. Bugünkü gün orada bankdır. Bankdır. Bax, orada yerləşirdi. Ondan sonra o küçədə yerləşirdi. Qara mağazin kimi tanınan bir yer ki var. O küçə Qara mağazin dediyimiz küçənin özü. Bakaleyadır. Bakkaliya mağazası idi. Ondan sonra o küçədə mehmanxana olubdu. O mehmanxana, indi bəzi adamlar indi Bağman haqqında siz veriliş hazırlayanda bəlkə də mən dedim onu size, amma bu vaxtda indidən əvvəlcən deyim ki, Sarı İmam Quloğlu Ələkbər, çox təəssüf ki, cəmaat Sarı Ələkbərdir. Sarı Ələkbər deyil, Sarı İmam Quloğlu Ələkbərdir. Onun orada mehmanxanası var. Mehmanxananın adı adlanırdı İslamiyyə. Firidun bəy Köçərini orada öldürdülər. Bu küçədəki binaların birinci mərtəbəsi ticarət üçün ayrılırdı. Yuxarı mərtəbələrdəki yaşayış mənzillərinin və ümumiyyətlə digər yaşayış evlərinin girişi dalanlardan idi. Küçədə bir çox xarici firmalar, mağazalar, mehmanxanalar və Avropa tipli mağazalar fəaliyyət göstərirdi. 19-cu əsrin sonlarından bank kimi tikilən binadan yenə də bank olaraq istifadə edilir. Quberniya Bankı, Pitoyev Bankir evi, Usubeyovun Kredit Bankının binaları, Rəfibəyov qardaşçılarının ticarət evi, Babayev qardaşçılarının Qara Gastronom mağazası, İzzət bəy Rüstəmbəyovun qramofon balları, həm Avropa, həm də Asiya musiqisi yazılan mağazası, Yosif Samuiloviç Rudnikin kauçuk mağazası, Sukuyasov qardaşlarının gastronom mağazası, Hacı Həsənovun mətbəəsi və dəftərxana malları mağazası, Əbilov və Haqverdovun nəşriyyatları, Zingerin mağazası və idarəsi, Zarya sinematoqrafı bu küçədə cəmləşib. Yeri gəlmişkən, onu da qeyd edək ki, Zarya sinematoqrafı Engels adına uşaq kinoteatrının yerində olub. Bu küçədə tikilən binaların əksəriyyəti qırmızı kərpicdən hörülən 2 mərtəbəli binalardır. Memarlıq elementləri, pəncərələrin quruluşu, karnizlərin forması özünə məxsusluğu ilə seçilsə də, binalar memarlıq cəhətdən vahid ansambl təşkil edir. Buradakı binaların layihəsi küçənin quruluşunu təkrar edir. Ümumiyyətlə, Cavadxan küçəsindəki hər bir binanı təhlil etsək, onların bir-birinə həm memarlıq, həm də daxili,
və xarici quruluş cəhətdən uyğunlaşdırıldığının şahidi olarıq. Bu göstərir ki, küçə vahid plan əsasında salınıb. Lakin təxminən yarım əsr ərzində burada bir sıra tikinti işləri aparılıb. 10 illər boyu küçənin adı dəfələrlə dəyişdirilsə də, bugün bu əzəmətli küçə Gəncənin böyük oğlu Cavad xanın adını daşıyır. Küçəni digərlərindən fərqləndirən əsas əlamətlərdən biri də bu küçədə metlaq örtüyünün çəkilməsidir. Cavad xan küçəsi həqiqətən də Gəncəlilərin və şəhərə gələn əcnəbilərin ilk gəzib görmək istədikləri məkana çevrilir. Bu küçə həqiqətən də Əttarlar məhəlləsinin özünəməxsusluğunu təcəssüm elətdirir və bu küçə həqiqətən də Əttarlar məhəlləsinin Gəncənin ticarət məhəlləsi olmasına əsas verir.